Psixoloq və psixoterapevt qiymətləri niyə bahadır Türkiyədə və Azərbaycanda? Deməli, bir xanım bir video paylaşdı ki, seansa 8.000 TL'de psixoterapevtin inanmadım. Girdim araşdırma apardım Azərbaycanda və Türkiyədə. Deməli, Türkiyədə şəhərlərə görə və psixoterapevtin elmi dərəcəsinə görə qiymətlər 2.000 TL'dən başlayır 15.000 TL'yə qədər. Yəni bu da ortalama 80 manatdan 550 manat arası bir pul demək. Bu bir seansdan söhbət gedir. Və düşündüm Azərbaycan araşdırım. Mənim vətənimdə də vəziyyət çox da fərqli deyil. Belə ki, psixoterapevtlərin seansının qiyməti 150-300 manat. Yəni təbii ki, elmi dərəcəsinə və şəhərlərə görə 300-600 manatdır. Nəzərə alsaq ki, seansların bəzən qısa müddətli, orta müddətli və uzun müddətli olmasına görə qısa müddət 6-12 seansdır. Orta müddət 12-24 seansdır. Və uzun müddətli isə 6 aydan daha uzun müddət seans qəbulu deməkdir. Yəni fikirləşin ki, ayda ortalama deyirəm Türkiyədə və Azərbaycanda, yəni ortalamada Azərbaycanda həftədə bir ən ucuz seans getsən, psixoterapevt yanına getsən 150 manat, ayda 4 dəfə qəbuluna düşsən 600 manat, Türkiyədə də eyni şəkildə 7.000-8.000 TL ortalama hesablasaq, bu gəlib bir ayda 28.000-32.000 TL pul deməkdir ki, bu da 28.000 TL Türkiyənin asgari ücretidir. Mən bir şeyi bilmək istəyirəm. Bu qiymətlər niyə bu qədər bahadır? Yəni, elmi dərəcənizin gücünə, təhsilinizin gücünə bu qədər inanırsınız? Məsələn, həkimlərdən daha çoxmu? Yaxud da ki, yəni siz də müəyyən qədər həkim sayılırsınız, amma çox da deyil, yəni bu ölkənin cərrahı, yəni bunlar onda gərək daha böyük əməliyyat qiymətləri qoysunlar. Yəni, yaxud da ki, siz tələbat çox az olduğuna görə mi belədir? Mən bildiyim qədərlə tələbat çox olarsa qiymət baha olur. Azərbaycanda və Türkiyədə psixoloq, psixoterapevt qəbuluna gedənlər bu sualları sizə verirəm. Getmisinizmi? Olduğunuz şəhərə görə vəziyyət nə yerdədir? Həqiqətənmi belədir? Öz adıma deyirəm, istədim bir bireysel fərdi olaraq gedim bir psixoloq, psixoterapevt qəbuluna. Seans qiymətlərinə baxandan sonra qərara gəldim ki, canım içi, elə mən çox demirəm 28.000 TL'ni. Ayda bir 8.000 TL'ni kənara atıb gedib alış-veriş eləsəm, mənim heç bir psixoloqa, psixoterapevtə ehtiyacım yoxdur. Ki, Azərbaycanda heç vaxta getməmişəm. Buna səbəb onlara güvənsizliyim deyil. Əsla, yəni işim gərəyi Azərbaycanın ən tanınmış psixoloq və psixoterapevtlərindən müsahibə aldığıma görə gedib onların qəbulunda özümün mənfi, zəif tərəflərimi göstərməyi nədənsə özümə yaraşdırmamışam. Amma çox istəyərdim ki, yəni münasib bir qiymət və tanıdığım biri olsa, elə bir qəbula yazılmaq doğrudan mənim üçün də maraqlı olardı.